Oturacaqların uzunluqları fərqi 15 sm, orta xətti isə 17,5 sm bərabər olan trapesiyanın deməli, böyük oturacağının uzunluğunun kiçik oturacağının uzunluğuna olan nisbətini tapın. Kiçik oturacağı A, böyük B ilə işarə edək. Orta xətti olsun C. Bilirik ki, trapesiyanın orta xətti onun oturacaqlarının cəminin yarısına bərabərdir. Deməli, buradan 2C bərabərdir. A üstü gəl B tapa bilərik. Oturacaqların cəmi bərabərdir. Onda 2 vurulsun 17,5, yəni olacaq 35. Fərqi isə B çıxılsın A yazaq. Böyük oturacaqla kiçik oturacağın fərqi 15 sm bərabər. Tərəf-tərəfə əgər biz bunları toplasaq, A-nın bir müsbət, bir mənfidir. İslah gedər. 2 dənə B bərabərdir. 15 ilə 35-in cəmi 50 və B də bərabərdir. 25 alarıq. Yarısı 50-nin. A isə bərabərdir. Cəmi 35 olmalıdır. Və ya fərqi 15 olmalıdır. Deməli, A da 10-a bərabərdir. Böyük oturacaq 25-dir. Kiçik oturacaq isə 10-dur. Böyüyün kiçiyə nisbətini bizdən tələb olunur. Bu da 2,5 verər.